Salam dostlar, dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Yeni videomda xoş gördüm hər birinizi. Demək gəlmişik zala. Zala iki bağlıdır, açılmadan gözləyirik. Biraz tez gəlmişəm. Belə, zaldakı son idmanımdır. Çünki çox təəssüflər olsun ki, gördüyünüz kimi arxa yazılanda zal bağlanır. Çox xoş günlər keçirdim bu zalda həqiqətən. Çox yaxşı idi. Həm zalın motivasiyası, həm zalda mənə yaradılan şərait, yəni çox yaxşı idi. Mənə alınan dəstək çox sağ olsunlar. Demək olar ki, bundan sonra 2-3 idmanım qalıb onsuz da. Bir idmanı burada eləyəcəm. Yəni bugünkü idmanı. Belə. Yəni zalla bağlı xoş xatirələr oldu. Çox təəssüf olsun ki, bağlanır, amma xeyirlisi inşallah ki, yaxşı olar. Belə, indi gəlmişik, idmanımızı eləyək. Qəşəng bir dənə üst bölgə idmanı eləyəcəyik. Sifətdə gedib. Nəysə, zal açılsın. Mən zala girim, əynimi dəyişim. İdmana başlayanda görüşərik. Gəldi zala, üstümüzü dəyişdik. Tam idmanı fokuslanmaq üçün, yəqin ki, idmanın ortasında danışmayacağım, yəni idman hissəsində danışmayacağım. Sadəcə videonu qoyacağım ora, tripodu, video çəkəcək ki, yəni idman nətər edirəm, hansı idmanlara edirəm. Belə, idmana başlayayım, isinmə hərəkətlərinə falan. İdmanı bitirəndə görüşərik.
Yəni sən kimi varmı heç bir zalda tamamlaram deyəydim. Bəlkə mənə qulluq edirdin. Həqiqətən. Mən bundan əvvəl çox sal olmuşam. Sizin kimi bir kollektiv, yəni çətin məsələdir həqiqətən. Yəni bir-birinizə uyğun adamlar hamısı. Yəni istər buranın təmizlik işindən tutun hamısına, mədəni, adam belə dəstək olan. Xüsusən Ragib yanına gidelim. Ragib gəlirsə yanlara, narahat olma. Bir dəfə rica edirəm. O akşam yukarıda kilitten bir gördüm. Esas burada aslında yukarıda kilitten bir gördüm. Kaldı tamam sen de. Bizlere forma gösterin. Pencere var. Yarım. Maksimum burada 47 yarımdır. Triceps. Oba. Yaxından çək qolunu. Ragib gözlərlə məşqimizi qutaran sonra bax dərsin. Belə dostlar, məşqlərinizdən qalmayın. Ama biraz yakın tut. Abla yakın tut. Tural, sənə vloqunu görməyə xoş oldu. Sağ ol kardeşim. Tural, sağlığımızın barmeni sağ olsun ki, yarışma dövründə çox mənə dəstək oldu. Allah kömək olsun həqiqətən. Eynən. Ragib'de. Öpürəm səni qardaş. Səni uğurlar. Hə, bura bax. Bu son günlərimiz. Belə yəni son günlər. Onu da yadigar saxla biz. Son günlər yox, son gün. Hə. Bizim son saatlarda. Qarışım sən. Zəng elədilər işdə bunu demiz saat 8-ə kimi işləyir. Mən saat 1 saat düz gəlmişdim. 1 saat Ragib burada qapıda gözləmişəm. Çünki bizim bilsəmiz var. Zaten məhz daha çoxdur. Xoş ona baxmayın, təcrübəsən. Normal çəki. Belə də alırsan var. Burada tutursan. Şey. Getdik. İki saat işləməmək üçün bir dənə də bunu düz tutaq işləyək. Bunu su qutarsın. Sonda qarın hərəkəti işlədi, idman bitdi. Belə zaldakı son idmanımız. Çox qəşəng keçdi. Faidlə birgə işlədik. Göstərdim kamerada bayaq. Heç nə. İndi gedək idmandan sonraki yeməyə. Acından da öldük.
Gəldik idmandan sonraki yeməyə. Ənənəvi yeməyi. Zalda sonuncu dəfədir ki, yemək yeyirik. Əgər siz də balaca qaşığa keçmisinizsə, demək siz də mənim kimi atsınız. Heç nə dostlar, zaldan ayrıldıq. Gedirik evə tərəf. Axşamınız xeyir olsun dəyərli izləyicilər. Biraz başım qarışdığı üçün axşam ancaq çəkə bildim. Nəysə evə gəldim. Orta yeməyim vardı, onu yedim. Daha doğrusu günorta yeməyi. İndi axşam yeməyini yeyəcəm, göstərim sizə. Burada bir orta boy kartof var. Bir dəstə cəfəridir. Göyərti olaraq. Bir də file var, toyuq filesi. Təxminən 250-300 qram. İndi bunu yeyəcəm, ondan sonra axırıncı yeməyimdir bu. Videomuz bu şəkildə. Ümidəcəm hər birinizin xoşuna gəlmişdir. Videomu bəyənib kanalıma dəstək olmağı unutmayın. Belə. Sabahki videoda görüşmək ümidi ilə.